Naxçıvanda İrandan Türkiyəyə aparılan 5 kiloqramdan çox narkotik aşkar edilib. Naxçıvan Baş Gömrük İdarəsindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Narkotik vasitə Sədrək Gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı akkumulyatorun içərisində malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 selofan paketdə ümumilikdə 5 kiloqramdan çox xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.